Salam ərz edəyəm əziz dostlara. Bu həm gedəyim bir dənə calib mavrid bərrəsi eləyək. Bir uca dağın baş qismətindəyə. Dağımız təqribən bir şuş dağdır. Deyə bilirəm ki, bu dağımız bir səhrayi dağdır. Və həmantor ki müşahidə eləyirsiniz. Səhramızın bu qismətində bir dənə dəricə varımızdır ki, əl işidir. Əl təraşəsi deyil, bəlkə əl işidir. İndi niyə deyəm ki, əl işidir və təraşə deyil? Çün həmantor ki müşahidə eləyirsiniz. Bu suraxın cürramağında qurulma daşlardan istifadə eləyiblər. Bu iki dənə qəyə əvvəldən burada var imiş və bunların arasını iki dənə daşla doldurublar və bu qisməti bir dəricə çıxardıblar. İndi gedən görən ki, bu dəricəmiz nə məniyə şamil olayım. Neçə dənə videomda bunu o dəricələrdən siz üçün görsətmişəm. Demişəm ki, bu dəricələr ayini və məzhəbi yerlərdə və həmçinin tədfindar mühitlərdə gələr. Bunu o dəricələr yerinlə göyün arasında bir pol imiş. Qədimkilərin etiqadında demişlər ki, bunu o dəricələr Behiştin dərvazəsidir. Bunu o dəricələrdən niyayişgahların üstündə də görüyoruz ki, bir miqdar güyə sarıdır. Bunlar İzzətlərin dəricəsi və həmçinin işığın dəricəsiymiş. Bunu o dəricələr də varımızdır ki, bir mövqiyyəti vardı ki, dalında dayanasan və suraqdan o üzdən bu üzə baxasan. Bunu o suraqlar və dəricələr təqribən dürbün təkin dəricədirlər və dürbün də bu dəricələrinlə həmmənidir və məfhumiyyətləri bidir. Pəs hər yerdə bunu o dəricələri müşahidə eləsiniz. Yaxçısı odur ki, suraxın dalına keçəsiniz və suraxın içindən ruberüyə baxasınız. Ehtimali vardır ki, bunu o dəricələr siz üçün tədfini göstərədilər. Müşahidə eləyiz. Bu iki dənə daş kamilən müşəxxəsdir ki, bura qurulublar. Bu üzdən baxanda heç quna xas yer görsənmək. İndi keçəcəyəm dəricənin o üzünə və o üzdən bir yana sarı baxacağım. Dağın lap uca qismətidir. Bir miqdar da daş tökülübdür bura. Bunlar ehtimalən qədim zamandan qalıblar. Bu qismətlərdə də vardı. Pəs bu dəricəmiz dəst təraşə deyil, bəlkə əl işidir və qayələrin arasını tutublar və dəricəni cürrəyiblər. Kamilən müşəxxəsdir ki, bu daşlar bura qurulublar. İndi dəricədən baxanda görüyoruz ki, ruberuda bir hamarlıq yer varımızdır. Vaxtı bu cür dəricələrdən baxanda hamarlıq yer görsünüz. Yaxçısı odur ki, gedib o hamarlıq yeri bərrəsi eləyəsiniz. Çün ehtimali vardır ki, o hamarlıq yer qəbristan olar. Və bizim buradakı dəricəmiz
bu qəbristan üçün tərrahi olunubdur və bir cürə behiştin qapısıdır. Əgər bu dəricə gün çıxandan gün batana sarı olsaydı, deyə bilərdik ki, bu dəricə ışıq dəricəsidir və ona görə cürran imiş ki, ışıq qəbristana şaxa. Çünki qədimkilərin etiqadında gün fövqəladə müqəddəs imiş. Vəli üçün bu dəricənin cəhəti şomal və cənubdur. Pəs buna ışıq dəricəsi deyə bilmərik. Bu dəricəmiz ərz elədiyim təkin bir cürə behiştin qapısıdır. İndi gedəcəyəm ruberuya və o hamarlıq yerdən siz üçün video tutacağım. Qəblən bu mühitə gəlmişdim. Aşağıda dərə varımız idi ki, 2 dənə su bir-birinə qoşulaydı. Və bu qoşulan yerlərdə bir dənə dərman varımız idi. Bir dənə də siz üçün giriş görsətdim ki, onun üçün neçə dənə roxu nigəhban cürramışdılar. O günlər üçün yağış tutdu. Bu mühitin qəbristanından siz üçün video tuta bilmədim. Bəli, bu günləri gəlmişəm ki, məxsusən bu qəbristandan siz üçün klip təhiyyə eləyəm. Çünki bizim bu qəbristanımız ərzişli qəbristanın birindəndir. Qəbristan mühitinə varid oldum. Hər yer dağ-daşdır. Bəli, dağın bu qismətləri hamarlıq yerdir. Siz vaxtı ki, dağlıq məhvətəsində bir bağıstanı yerə varid olsunuz, əgər qəbristan dalayacaqsınız, gələk gəzəsiz dağ məhvətəsində bir cür hamarlıq yerləri tapasınız. Çünki qəbristanı bir cür məhvətələrdə tərrahi eləymişlər. Əksərən səy eləymişlər ki, bir miqdar şibdar mühitlərdə qəbristanı bəna eləyərlər. Yəni, mühiti ki, kamilən saf ola və bir miqdar şibi ola. Çünki qədimdən rəsm imiş ki, yekə və məqamlı adamları uca qismətlərdə dəfn edəyələr və rəiyyətləri və məmuli adamları qəbristanın ətəyində və hamar yerlərdə bastıralar. Həmişə dəlil ola bilməz ki, qəbristanımız bir miqdar şibdar yerlərdə ola. Xeyr, ehtimali vardır ki, qəbristanımız xollən saf və təxt yerdə ola. Əgər saf və təxt yerdə qəbristan gəlsə, o qəbristanın böyük adamın qəbri ya hammidən qabaqda olar, yəni rəsə qəbristanda olar, ya inki qəbristanın düz vəsətində olar. Bəli, əgər qəbristan bir cür şibdar mühitlərdə gəlsə, gələk yekə adamların qəbrin dağın uca qismətlərində və təpələrdə axtaraq. O təpəni yadınızda saxlayız. Axırda o təpənin üstündə siz üçün qəşəng mövridi göstərəcəyəm. Bizim məşkuş mövridimiz. Feylən bu yerində qalsın. Pəs hər qəbristan içində 2-3 dənə əla qəbr olaydı. Çünki hər məntəqənin özünə görə bir hakimi, bir şahı və hətta rəisə qəbiləsi var imiş. Pəs əgər istəyirsiniz bu cür qəbristanla tezliklə müvəffəqiyyət kəsb eləyəsiniz, gələk gedəsiniz qəbristanın başına sarı və təpə yerlərdə və qəbristanın üst məhvətəsində qəşəng qəbirlərin üstündə vəqquvasınız. Bu qismətlər Kollan qəbristandır. Qəbirlərin çoxu qazılıbdır. Bu daşlar
hamısı qəbr daşıdır. Baxsız görəcəksiniz ki, bunlar kamilən təlaşxordadır. Gediyəm siz üçün qəşəng qəbirləri görsədəm. Bunlar məmuli qəbridir. Üstə getdikcə qəbirlərdə qəşənglər olur. Məsələn, bunlar məmuli qəbridir. Bu qismətdə qəbr varımızdır ki, həffari olunmayıbdır. Əgər buranı qaçsam, 6 qəbr olacaq. Qəbristanın üst tərəfinə ki gəldim, təqribən qəşəng qəbirlərlə bərxurd elədim. Qəbrə baxız. Üstündəki saf daşa baxız. Görüz qəbrin divarəsi üçün nə cür yekə və saf daşlardan istifadə edə bilər. Daşlar ki, kamilən təraşxordadırlar və mahiranə alətdə bir-birinə yapışılıblar. Və cəlib odur ki, bu qəbrin bir tərəfində bir dənə balaca otaq varımız imiş. Bu cür qəbirləri qazanda hətmən gərək diqqətlə həffari eləyəsiniz. Çünki ehtimali vardır ki, qəbrin altında bir gizlin otaq ola, ya inki qəbrilər 2 təbəqə ola. Və əgər baxsız, görəcəksiniz ki, qəbrin divarəsi burancaq imiş. Bunun səqfini daşların götürüblər. Vəli cəlib odur ki, qəbrin və divarənin kəfində, baxız, qəbrin və divarənin kəfi buradır. Yenə də bir saf qurulma taxt daşlarımızdır. Və bu taxt daşın altı bir balaca otaq imiş. Bütün yerlərdən dəfinə götürmək olar. Pəs bizim bu qəbrimiz qəşəng qəbirlərin birindən imiş. Qəbirləri ki, bu qismətdən açılıbdır. Qəbri müşahidə eləyiz. Görürüz daşlar nə cür təraşxordadırlar. Fövqəladə cəlib təraş ediliblər və əl itdəkin kamilən safdırlar. Bu qəbrimizə baxız. Kollən torpağın altında gizliniymiş. Və bir miqdar torpağı götürəndən sonra otaqdakı qəbrizə çıxıbdır. Görürüz necə cəlib qəbridir. Daşın həcminə baxız. İndi çiydəmana baxız. Görürüz nə gözəlliyə. Bu taxta daşların altı çiydəman olunubdur. Fövqəladə gözəldir. Vaqəən çoxlu zəhmət çəkmişlər ta bu cürə məqbərələri cürüyorlar. Barayınki daşlar təadüldə ola,
Görəysiniz ki, divarı ilə səqfin arasını bir sırə balaca daşlarla puşeş veriblər. Ta heç mövqə bu qəbr nişəst eləməyə. Səqfin müşahidə edirsiniz. Fövqələdədir. Yeri vardı ki, bu nöştəni də burada xidmət üzə ərz eləyəm. Vaxtı bir cür qəbirlərlə bərxurd eləsöz. Həmişə yox, vəli bəzən havasız olsun ki, çün divarənin dalında vəsail gizlədəymişlər. Xahişən hər qəbrin saxtarın bir-birinə vurmayız. Bu səbkidə əla qəbirlərdə görsənək ki, divarədə cins qıvalar. Zalib odur ki, bu divarədəki daşların dalı yine daşdır. Aya nəzər üzə ehtimali vardı ki, bu divarənin dalında gizlin otaq əkimiz ya dəfinəmiz ola. Bücür qəbirlərin içində həm cəsədin başının dibində əmbal qoymuşlar, həm sağ solunda, həminki ayaqların tərəfində. Bəzən görsənək ki, bücür məqbərələrin içində hətta xanavadəki tətfin əncam verəymişlər. Yəni bu məqbərənin içində 5-6 nəfəri dəfn eləymişlər. Çün təbqə təcrübə etibarımdır. Bəzən bücür məqbərələrin içində 5-6 dənə iskelet çıxır. Bu da feylən öz yerində. Bunların çoxu qədim qazılıbdır. Şayad 20-30 il bundan qabaq. Vəli əgər baxsız, görəcəksiniz ki, bir həbvari cədidən burada əncam tapılıbdır. Torpağından müşəxxəsdir ki, bu həbvari təzədir. Və burada bir dənə gizlin qəbri açıblar. Doyuncaq tikə sofalardan da burada vardı. Xomrələri sındırıb töküblər bura. Bu səbkə qəbrilər ki, səbkə doləmənidir. Bunların həbvarisində siz üçün demişdim ki, çün bunların üstünə yekə təxtaşlardan istifadə eləymişlər və kollən qəbrin hər tərəfin puşeş verəymişlər. Pəs behtərin noy həbvari bu səbkə qəbirlərə görə odur ki, bir qismətə qəbridən varid olaq. Ya baş tərəfdən, ya ətək tərəfdən. Bedunən ki, qəbrin saxtarın bir-birinə vıraq. Əgər istəsək bunları götürək, mütməinnən həm iş yubanacaq, həm özümüzdə dərdi-sərə düşəcək və ehtimalə ki, otağın içinə girəndə bunlar rizəş eləyə çoxdur. Çün öz yerindən dəbərləyirlər və taadulları bir-birinə deyil. Pəs behtərin səbki həbvari odur ki, bedunən ki, saxtarı qəbirləri bir-birinə bıraq, ətəkdən ya inki baş tərəfdən qəbrin içinə nüfuz eləyə. Deyə bilirəm ki, bu yoldaşlar təqribən herfəymişlər. Çün qəbrin üstünü açıblar və daşlara yeyiblər və balaca daşı
Qəbrin baş tərəfindən götürüblər və otağın içinə giriblər. Kamilən cədid əbvarıdır. Deyə bilirəm ki, 5-10 günün içində əbvar yolunubdur. İndi ənəyin qəbrin içinə. Görən bu qəbrin saxtarı nə şişlidədir. Qəbrimiz bu qədər deyil. Bəlkə idaməsi vardı. Bu qismətin torpağını boşaldıblar. Və vəsətdən o yana da o yüzdən boşaldıblar. Bu da əla qəbirlərin birindəndir ki, qəbristanın yuxarı yerindədir. Və amma gedəyin o təpiyə sarı ki, bayaqları sizə göstərdim və dedim ki, axır videoda o təpəni bərrəsi eləyəcəyim. Qəbrin ki, onu görsədəm. Bu təpiyə də baxaq. Buranı bərrəsi eləyəndən sonra gedəyin o yekə təpənin üstünə. Baxız görüz nə təraşidə daşları bura qurublar. Bu bir dənə ali qəbriymiş ki, saxtarın bir-birinə vurublar. Əzdadımızın məharətini burada görüyor. Görüz necə calib bunu təraş veriblər. Bavar eləyiz ki, əlondakı zamanda behtərin təchizatla daşı bir cür yontalamaq olmaz. Adam da 2 leyzer ilə kəsilib. Vaqəən qədimkiləri təhsin eləməlidir. Bunlar nə cür səhquş və təcrübəli adam imişlər. Vaqəən adam bunları görməklə bizdə taparıq. Və amma bu qəbristanın hakimin qəbri bu təpədə olacaq. Dorçininə baxız. Tənha qəbri ki, bu qəbristanda onun üçün dorçin işlənilib. Bu qəbridir. Və dorçinimiz hər nə qədər yekə dorçin olsa, qəbrimizdə bəməratib ərzişli qəbr olacaq. Bu dağın üstü kollan töhmə torpaqdır və həman tor ki müşahidə edirsiniz. Bir dənə fövqəladə yekə qəbr burada açılıbdır. Qəbrin böyüklüyünə baxız. O qismətdən başlanıb bu qismətdə qutarıbdır. Əgər bu qəbri buradan qədəmləsən 1, 2, 3, 4, 5, 6, 7, 8 təqribən 8 metr bu qəbrin uzunluğuymuş. Sərk daşların bəzisi yerində qalıbdır. Və bu daşların altı bir otaqdakı məqbərədir. Behtərin qəbr, bu cür qəbristanlarda bu qəbr olacaq. Bir də dostlar, deyirlər ki, mən də bu belə yerləri kavuş eləyəm.
Məsələn, əgər həffari eləsəydim, puldar tərin adam olardım. O dostlar ki, bu sualı soruşaylar, xidmətinə ərz eləyim ki, mən də həffar deyirəm, mən də kavoş yerəm və kavoş eləmək mən üçün ləzzət bəxşlərin işdir. Pəs mən də həffar deyirəm. 2 dənə daşla bura qurulubdur ki, təqribən halətə doşağı var idi. Və doşaq daşlarda tədvindar mühitlərdə gələrlər. Qazılmamış qəbirlərdən burada yenə də qalay. İnşallah ki, bugünkü videom və bugünkü amuzişlərim siz üçün müfid və müəssir vaqe olmuş ola. Əgər videodan ləzzət taparsınız, həttəmən like'lar ziyadınız. Yenə də gələn videoda görüşərik. Ya haqq.